Məni ölkədə məşhur edən, çoxunun marağına səbəb olan şulxa peçi vloqumla qarşınızdayım. Bu vloqda sizə peçin digər xüsusiyyətlərini göstərmiş olacağım. Şulxa dediyimiz fındıq qabığını peçin kənarında yerləşən qutusuna tökürük. Qutuda olan dəmirlə şulxanın peçə az və ya çox tökülməsini tənzimləyirik. Şulxanın qabığının da peçə tökülməsi isə bu formada baş verir. Peçin altında isə kül qabısı yerləşir ki, dolan zaman çıxardıb külü atıb yerinə taxırıq. Peçdə maraqlı görünən belə yumru yekə hissə də var. Bu hissə hamıya qəribə gəlir ki, peçdə bu hissə nədir? Həm istiliyi tənzimləyir, həm də istiliyi daha çox verir. İsti çox olsun deyə qucaqlayım dedim, yüngülvari tərpətdi. Peç soyuq havalarda kəndçinin sağ əlidir. Kənardan asdığım isə quru ətdir. Bununla bağlı ayrıca vlog çəkib paylaşacağım tezliklə. Çaydanı, çaynikı qoyursan qaynamağa, peçin üstündə yemaqda bişiririk. Biz şulxa ilə bərabər odundan da istifadə edirik ki, şulxa sezonunun axırına kimi çatsın. Çünki həm qiyməti bahadır, həm də tapmaq çətin məsələdir. Mən peçin qırağında paltarlarımı da asdıram, quruduram. Çaydanlar da qaynamağa başlayıb. Daha bir maraqlısı odur ki, yuxarıdakı otağı da isitmək üçün bu qazandan eləmişik və peç əvəzi otağa qoymuşuq. Bu qazan sayəsində otaqda isinmiş olur. Sonda ən gözəl hissə gəlir, adət-ənənəyə sadiq qalaraq. İsti peçin qırağında çaydan içirsən, düşəkləri atıb yatırsan. Videolarımı bəyənib paylaşaraq məni takib etmək sizdən, çoxlu kənd videoları çəkmək məndən. Növbəti vloqlarda görüşənədək.